Salam əziz şagirdlər, videoya xoş gəldiniz. Bugün 3-cü aylıq sınağımızın izahını verəcəm sizə. Bu sınaq əsasən 11-lər üçündür. Təbii ki, onlar da qoşula bilərlər. Suallar, yəni çox çətin suallar deyil. Buraxılış blok arası suallardır. Əsasən buraxılışa daha uyğundur deyə bilərəm. Bəzi suallar çaşdırıcı olsa da çətin suallar deyil, din proqramına uyğun suallardır. Sualları görmək üçün, yəni burada yox, təbii ki, əvvəlcə sınaq olaraq işləmək üçün həm Telegramda PDF paylaşacağam, ondan əlavə link olaraq da sınağın linkini paylaşmışam, keçid edib oradan da istifadə edə bilərsiniz. Təbii ki, linkdən istifadə etsəz daha yaxşıdır, çünki orada bir də oturub nəyi düz yazmışam, nəyi səhv yazmışam deyə düşünməyə ehtiyac yoxdur. İştirak edirsiniz, təsdiqə vurursunuz, cavablarınız gəlir. Bəzən deyirlər ki, müəllim, biz cavabları hardan baxacağıq? Uşaqlar çünki tapa bilmirlər onu, amma cavablar axırda var. Təsdiq edirsiniz, birbaşa cavablarınıza baxırsınız. Yəqin ki, təcrübəniz var, çoxunuzun təcrübəsi var. İndi olmayanlar üçün dedim. Bir də uşaqlar sınaqlar qrupu üçün buradakı WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Artıq bugündən, bugün 2 dekabrda elə bilirəm. Bugündən yeni bir qrupa başlayacağıq. 1 dekabrda digər qrup başlamışdı. Siz də yeni qrupa bugündən qoşula bilərsiniz. Qəşəng sınaqlarımız olacaq. Birinci hissə sınaqlarından başlayacağıq, mövzu sınaqları olacaq, sonra buraxılış sınaqları və s. Yəni nə lazımdır o qrupda istifadə edəcəyik. Başlayaq suallarımıza. Deyir ki, yolun 12-də 5 gedildikdən sonra daha 20 kilometr gedildi və yolun 6-da 1-i qaldı. Mən düşünə bilərəm ki, 12-də 5, yəni bütün yolumuz x olsun məsələn, bütün yol x-dir, ümumi. Ümumi uzunluğu x-dir. İndi 12-də 5-in getdi bu yolun, əlavə olaraq 20 kilometr daha getdi, 6-da 1-i qaldı. 6-da 1-i qalıbsa, onda 6-da 5-in gedib. Getdiyi yolu bərabər eləyirəm 6-da 5x. Təbii ki, 6-da 1x də üzərinə gəlib bərabər x yazmaq olar, amma bu daha qısa üsuldur. Hər tərəfi nəyə vura bilərik? Elə 12-yə vurarıq hər tərəfi. 12 ilə bura vurduğun zaman məxrəc gedir, 5x qalır. 12-ni 20-yə vurdum, 240. 12-dən 6 getdi, burada 2 qaldı, bərabər 10x. 5x o tərəfə atdığımız zaman 240 bərabərdir 5x, x də bərabərdir 48 olacaq. Doğru cavabımız D variantı. Çox da çətin olmayan bir sualdır. İlk sualları biraz asan seçmişik ki, yavaş-yavaş öyrəşəsiniz. Küçədəki velosiped və maşınların sayı bu təlimlər sisteminə aid, yəni həmişə işlənən bir sualdır. Çox zaman bunu toyuqlar, sonra nə deyirlər, ördəklərlə dovşanlar, yaxud toyuqlarla dovşanlar. Mövzu odur ki, birinin 2 ayağı var, birinin 4 ayağı var. Burada da məsələ eynidir. Velosiped və maşınların sayı 42-dir. Velosiped üstə gəl maşın sayı bərabər 42. V velosiped sayıdır, M də maşın sayıdır. Bu velosiped və maşınların təkərlərinin ümumi sayı. Təbii ki, velosipedi 2-yə vuracam. Hər bir velosipedin 2 təkəri var. Təbii ki, burada bunu qeyd etməyə bəlkə də ehtiyac vardır ki, velosipedlər 2 təkərlidir. Amma deyilmədiyi müddətcə ağlımıza 2 təkərli gəldiyi üçün belə yazdım. Və bir də maşınlar, onda nə edəcəyik? 4-ə vuracağıq. Çünki hər bir maşının 4 təkəri var. Ümumi 120 oldu. Məsələ bitdi. Bu sistemdən də biz maşını axtarıq deyə, gəlin yuxarını 2-yə vuraq. Yuxarını 2-yə vursaq, 2V üstə gəl 2M bərabər 84. Aşağıda 2V üstə gəl 4M bərabər 120. Tərəf-tərəfə çıxsaq uşaqlar bunlar gedər. 4M-dən 2M çıxanda 2M qalır bərabər. 120-dən 84 çıxsaq 40. Daha doğrusu çıxa biləcəkmi? Hə. 16, 36 olur. M bərabər 18. M də 18-dirsə, V gərək 24 mü olsun? Hə. Ona ehtiyac yoxdur onsuz da, amma hər ehtimala onu da tapmaq olardı. Velosipedlərin sayı. Keçdik. Paralelogramın uzunluğu enindən 3 dəfə böyükdür. Bir paralelogramımız var. Məsələn, eni x olarsa, uzunluğu 3x-dir. Diaqonalları isə 12 və 16-dır. Məsələn, bu 12 olsun, tutaq ki. Bu da 16 olsun. Burada məsələ odur ki, uşaqlar, biz sadəcə burada düstur istifadə edib cavabı ala bilərik. Belə bir düsturumuz vardı ki, D1-in kvadratı üzərinə gəl, D2-nin kvadratı bərabər 2 vurulsun, A kvadrat üzərinə gəl, B kvadratı. Bizim bir diaqonalımız 12-dir. 12-nin kvadratı 140-dır. Digəri 16-dır. 16-nın kvadratı 256 bərabər 2 vurulsun. Bir tərəfimiz x-dir. Buraya yazıram x-in kvadratı, A-nın kvadratı, B-nin kvadratı 3x-in kvadratı olacaq. 9x kvadrat. Bunu cəmlədi, bura oldu 400. Bərabərdir 2 vurulsun. Bunu cəmlədi, oldu 10x kvadrat. Sonra buradan x kvadrat bərabər 400-ü böləcəksən 20-yə, qalacaq 20. Oradan da x bərabər kök altında 20. Onu da 4 vur 5 yaz. 4-dən 2 çıxdı. 2 kökdə 5 oldu cavabımız. Yəni A variantı. Məsələ bitdi. Bu
Bu düşmədi bura. Bu 2,5. İndi burada uşaqlar başqa bir üsulla deyim sizə. Digər üsulumuz nədir? İndi burada deyək ki, bunu yazdınız. 3x-i yazdınız, 12-ni və s. Gəlin biz bu düsturu istifadə eləmədən də bunu tapmağa çalışaq. Birinci buranın 3x olduğunu bilirəm. Paralelogramın qarşı tərəfləri. Digər tərəfdən bura ağırlıq mərkəzi olur, O nöqtəsi. Burada diaqonallar yarı bölünürlər. Onda 16 yarı bölünər, 8, 8 deyə. Burada bütöv 12 idi. Bu parça bütöv 12'dir. Öyle değil mi? Buraya yazın. A, B, C, D. BD parçası 12 olsun. Onda bu üç bucaqda aslında biz bəzi şeyləri tapa bilərik. Bura x'tir, bura 3x'tir. Bu da median değil mi? Çünki buranı yarı bölüb də. Burada üç bucaqlar yaradıb hər tərəfdən mediandır deyə bilərik. Burada 8'dir və burada 12'dir. İndi median düsturu necədir median düsturu uşaqlar? 8 bərabər 2'də 1 vurulsun kök altında. Apollon düsturu deyirlər buna. Medianın uzunluq düsturu. Gedib baxa bilərsiniz kitabınızdan, bilməyənlər varsa. Bu tərəflərin kvadratları cəmi çıxılsın qarşı tərəfin kvadratı. Yenə bunu yüksəlsəz, əvvəl təbii ki, hər tərəfi 2'yə vurun, yüksəldin kvadratı, yenə də x-i oradan tapacaqsınız necə? Bayaqda tapmışdıq 2,5. Yenə eyni şey alacaqsınız. Bu da bunun ikinci üsulu olsun. Bax, ispat ona görə önəmlidir ki, uşaqlar, biz bu parallelogram düsturunu nə ilə ispat edirik? Median düsturuna ispat edirik. Deməli, median düsturu burada yenə işə yarayar. Onu bilməsən, bununla da yaza bilərsən. Çünki ola bilər ki, məsələn, ağla birbaşa bir düstur gəlməsin, amma bu şəkli çəkdikdən sonra median düsturu ağla gəlməlidir. Hələ o da gəlməsə, başqa da bir şeylər eləmək olar. Gəldim 4-cü suala. Gözəl sualdır. X kvadrat çıxılsın ki, üzərinə. Belə suallarda birbaşa n düsturunu istifadə edə bilərsiniz. Düsturla da deyəcəm, birinci düstursuz deyim. Düstursuz nə edirik? Tam kvadrat ayırmağa çalışırıq. Tam kvadrat necə olurdu? Məsələn, buraya bir x kvadrat çıxılsın 6x yazın. Üçüncü ədəd tapmaq üçün ikinci əmsalı, təbii ki, burada baş əmsal 1 olmalıdır. Yoxsa işlər dəyişir. İkinci əmsalı yarı böl, mənfi altını yarı böldüm, mənfi 3, yüksət kvadrat 9. Deməli, burada 9 olsa tam kvadrat olur. X çıxılsın üçün xaricdən kvadrat olur. İndi burada da eyni məntiqlə mən nə edirəm? Mənfi 1'i yarı böldüm, mənfi 2'də 1 yüksəltdim, kvadratı 4'də 1 oldu. Əla. Axı burada 4'də 9 vardı. Yerdə nə qaldı? Qaldı yerdə 4'də 8. Bərabərdir. Bu 3'ü bizə verdi. X çıxılsın 2'də 1'in xaricdən kvadratı 8'i 4'ə böldün 2 tapdın. Bu bizim misalımız budur. İndi bunun ən kiçik qiymətini istəyir bizdən. Burada iki sual var. Bir, bu ifadə ən kiçik qiymətini x-in hansı qiymətində alır? İkinci sualda ifadənin ən kiçik qiymətini tapın. Ümumiyyətlə düsturu belə veririk həmişə. A vurulsun, x çıxılsın, m-in kvadratı üzərinə gəl n məsələn. Bu m bunun nə vaxt ən kiçik qiymət aldığını, yaxud nə vaxt ən böyük qiymət aldığını tapır. Təbii ki, A-dan asılıdır. A mənfi olsa ən böyük qiyməti verir bizə. Ən böyük qiyməti nə zaman aldığını. Bu isə birbaşa olaraq ƏKG, ƏBG-dir. Yəni bizim burada ən böyük, ən kiçik qiymətimiz 2 ola bilərdi. Baş əmsalı müsbət olduğundan sanki qollar yuxarıda, ona görə ən kiçik qiyməti 2'dir. Qollar aşağı olsa, o zaman da ən böyük qiyməti var. Ən kiçik qiymətimiz 2, D variantı olacaq. Nə zaman ən kiçik qiymətini alır da M-dir, 2'də 1. M-in və N-in düsturlarını da deyim, özünüz artıq taparsınız. Yəqin ki, bilirsiniz bunu, amma bilməyənlər üçün, həm də bu video biraz təkrar üçün əlverişli olsun deyirəm. Mənfi B bölü 2A bu ifadənin ən böyük, ən kiçik qiyməti nə vaxt aldığını göstərir. Nə vaxt dediyim zaman olaraq yox, x-in hansı qiymətində yəni. Bir də N 4A S çıx B kvadrat bölü 4A da birbaşa ən böyük, ən kiçik qiyməti göstərir. Bir var ən böyük, ən kiçik qiymət tapasan, bir də var onun nə vaxt aldığını. Yəni x-ə nə verdiyin zaman ən kiçik, ən böyük qiyməti verir, onu tapasan, o da budur. Deməli 2'də 1 oldu bizim ən kiçik qiyməti aldığı x. Həqiqətən də bu x-ə 2'də 1 verdiyin zaman bura 0'a gedir, yerdə 2 qalır. Həmişə belə bir ifadənin ən kiçik qiymətini axtaranda biz nə edirik? Kvadratik ifadəni 0'a aparırıq ki, nə olsun? Yerdə ən kiçik qiymətimiz qalsın. Sildik. Görürsən, səsdə problem var mı? Gəldim 5-ci suala. 5'də bizə deyir ki, A ədədinin 85%, B ədədinin 51%-nə bərabərdir. A vurulsun %85 bərabərdir. B vurulsun %51. Hər tərəfi 100'ə vuranda 100'lər gedir. Hər tərəfi 17'yə böləndə bu 5'dir, bu 3'dür. Oldu 5A bərabər 3. Əslində bu nisbəti birbaşa da vermək olardı. Sadəcə istəmişəm ki, biraz suallarda mərhələ olsun. Əvvəlcə faizlə bunu yazıb, sonra bunu tapasan. Belə bir bərabərlik görən kimi də hamımız eyni şey deyirik. Buna 3K deyirik, buna 5K deyirik. Ondan sonra əkob AB. Yəni əkob 3K və əkob 5K. Bir də əbob 3K və əbob 5K yazacağım. Bunu yazdıqdan sonra
3K, 5K hər ikisindən K-nı ortaq çıxarmaq olar. Evklid alqoritminə görə qalır içəridə əkob 3, 5. 3K, 5K-də buradan yazdım, fərz eləyin. Yazdım, farz et. K-ları bir də çıxarsaq kənara qalır yenə əbob. K çıxdı, 3, 5 qaldı, bərabərdir 112. Baxın, burada əkob 3 və 5 nədir? Bunlar qarşılığı sadə olduğu üçün əkobları hasillərdir. 3 dəfə 5 olacaq. Vurulsun, bir də K var. Əboblar da ki 1 olacaq. Üstə gəl K bərabər 112. Oldu 16, K bərabər 112, K bərabər 7. A-nı tapın deyir. A da bizdə nə idi? 3K idi. Onda 7 yazsam, bura 3 dəfə 7, 21 olacaq. Gözəl bir sualdır. ABCD paralleloqramının A və D nöqtələrindən çəkilən təmirlənir. Bu da işlək suallardandır. Əvvəllər bəlkə də görmüsünüz. Bura A-dır, bura B-dir, bura C, bura D. Deməli, A və D-nin təmirlənlərini çəkdim. Gəldi, burada kəsişdi. Bu təmirləndi, alfa, alfa. Həmişə burada uşaqlar bərabər yanı üç bucaqlar yaranır. Bax, bura alfacı daxili çarpazlıq, Z qaydası, alfa sürüşdü bura. Sonra bura beta olsa, burada betadır. Yenə daxili çarpazlıq, beta sürüşdü bura. Hələ bura 90 dərəcə olacaq, onu da görə bilərsiniz. Çünki 2 alfanın 2 betanın cəmi 180 dərəcə olduğu üçün bir tərəfə bir şey bucaqlar paralleloqramdan 180-dir. Yarı böləndə ora 90 dərəcə çıxır, amma o bizə lazım deyil. Lazım da ola bilərdi. İstifadə edək. Yalandan bunu yazım bura 90-dır bura. 2 tən bölən belə kəsdiyi zaman ora 90 dərəcə. Mütləq deyil ki, orada kəssin. Aşağıda da kəssin. Məsələn, belə də olsaydı, yenə də 90 dərəcə altında kəsir. Tən bölənlərdirsə əgər. İndi gəldim nəyə? Bərabər yanlı olduğu üçün bu parçaya bərabərdir. X-dirsə X-dir. Paralleloqramın qarşı tərəfləri bərabər olduğu üçün burada X-dir. Təzədən bu da bərabər yanlı olduğu üçün beta betadan burada X oldu. Onda bizim bu tərəfimizdə 2X-imiz, burada deməli 2X-dir. Deyək ki, paralleloqramın perimetri 48-dir. Perimetri 48-dir, hamısını cəmlə 6X oldu. Bərabər 48-dən X bərabər 8 tapıldı. İndi AD-ni soruşur bizdən. AD də 2X olduğundan 2 vur 8, cavabımız 16 olacaq. B variantı. Gözəl bir sualdır. Deməli 6x 8, bəli. Ədədinin də kəsr hissəsini tapın. Deməli burada bir çox şagirdlər səhvlər eləyib, çoxu D variantı yazıb, B və D arasında qalıblar. Gəlin biz əvvəlcə bunu uşaqlar sadələşdirək. Birinci buradakı mövzu nədir? Mövzu odur ki, uşaqlar, ədədin kəsr hissəsi tam hissəsi dəyişdiyi zaman dəyişmir. Məsələn, buraya yazıram 1/3, yazıram 2/3, 4/3. Bunların kəsr hissəsi nədir? Hamısında 0/3-dür, deyil? Deməli, bunlar kəsr hissələri bərabərdir. Kəsr hissələri. Mən bura, məsələn, belə deyirəm. Bundan çıxsam 5-i nə qalacaq? -0.7. Onun da tam hissəsi həqiqətən də 10/3 deyilmi? 1-ə tamamlayırıq da. Bəli, hamısında kəsr hissə 10/3-dür. Mən də bu məntiqlə deyirəm ki, yəni belə eləyək. 6-nı ataq getsin. Qalsın -4/5. Çünki bunun da kəsr hissəsi bayaqkından eyni olacaq. Məsələn, 4/10-7, bir də 10/7. Mən bundan 6-nı silsəm, 6 çıxsam, bura gəlsəm, kəsr hissə dəyişdi mi? Dəyişmədi. Deməli, onu ata bilərik. İndi bunun gəlin nə edirik uşaqlar? Biz kəsr hissəsini tapaq. Əvvəlcə 4-ü salıram kökün altına, 16 kimi olacaq təbii ki, vur 5. Kök altında 80 oldu. Bu da bilirik ki, kökdə 64 ilə 81 arasındadır. Elə deyilmi? Kökdə 64 və kökdə 80. Yəni, -8 ilə -9 arasındadır. Onda bu ədəd -8 tam nə qədərdir? Bu da bizə nəyi verir? Tam hissəni -9 verir. Bu tamdır. Çünki -8/5-in tam hissəsi -9 olur. Hətta -8/6 yazın. Kəsr hissəsi də 0/4 olur. Deməli, mənfi ədədlərdə, ümumiyyətlə bunun məntiqi də odur ki, tam hissəni tapanda ədəddən kiçik bir ədəd götürməlisən. Ona görə nə edirik? Sola gedirik. Amma -8/6-nın müəllim tam hissəsi -8-dəsə sağa gedirsiniz. Sağda olmaq ədəd oxunda daha böyük olmaq deməkdir. Ədədin tam hissəsi özündən böyük olmaz. Ona görə sola getmək lazımdır. Yəni -9 olacaq tam hissəmiz. Qısaca belə deyim, uzatmadan. Mənfi ədədlərdə tam hissə tam kimi gördüyümüz bu ədəddən 1 kiçik olur. Kəsr hissə isə kəsr hissəni burada gördüyümüz, yəni dırnaq içində gördüyümüz kəsr hissəni 1-ə tamamlayan ədəd olur. Yəni -0.6 sanki 10/6-nı 1-ə tamamlayan 10/4-dür. 10/4 götürdük. Bunu bildim. İndi madəm belədirsə ədədimiz budur. Mən ədəddən çıxsam tam hissəni mənə nəyi verəcək? Kəsri verəcək. Çünki niyə uşaqlar? Ədədimiz bərabərdir. Ədədin tam hissəsi üzərinə gəl kəsr hissə. Mən də burada ədəddən onda çıxsam tam hissəsini, bu mənə kəsr hissəsini verər. Ona görə ədəddən çıxıram tam hissəsini, görək nə oldu? -4/5
Mənfi mənfini müsbətləşdirdi. Bu da bizə ifadənin və kəsir hissəsi verir. Bura kəsir yazın. 9 ilə də yerini dəyişsək, kəsir hissə. Həqiqətən gözəl bir sualdır. Uşaqlar bunu çoxu səhv yazmışdı. Sınavda uşaqlar kim ki əvvəlləri işləyib suallarda səhvliklər vardı, hamısını düzəltdim. Biraz gec olduğuna görə izahını çəkmək. Tənliyini həll edin. Sualları özüm yazmışdım deyə. Ona görə səhvliklər biraz çox idi ki, yoxlamamışdım, vaxtım olmamışdı. Hazır suallar olanda səhvlik olmuş. Çünki hazır var onsuz da. Deməli, nə zaman bu iki ifadənin cəmi 0 olar uşaqlar? Buna dəfələrlə deyirik. Modul, cüt dərəcəli qüvvət, cüt dərəcəli kökaltı ifadə nə olursa olsun, cüt dərəcəli amma. Kökaltı, mötərizə, bir də modul. Bu üçü cəmləndiyi zaman, danışa bilsəm, cəmləndiyi zaman nə qədər olursa olsun. İndi 3 dənə də ola bilərdi. Məsələn, üstə əgər tutaq ki, mən yazardım 4x üstü 7 çıxılsın 1, üstündə tutaq ki 10. Bu da olar. Onu da qataram, başqa bir dərəcəsi 4 olan başqa bir kökdə qataram və s. və axır 100 dənə də yazsam, hamısı ayrı-ayrılıqda 0 olmalıdır ki, cəm 0 olsun. Çünki bunun cavabı ya 0-dır, ya müsbət ədədlərdir. Bunun da cavabı ya 0-dır, ya müsbət ədədlərdir. Bunların cəmi 0-dırsa, onda bir hal var. Hər ikisi 0 olsun. Məsələn, biri müsbət 5 oldu. O biri gələn nə olsun? Mənfi 5 olsun, cəm 0 olsun. O biri mənfi ola bilmir axı. Ona görə heç biri müsbət olmaz. Biri müsbət olsa, digəri mənfi olmalıdır. Mümkün olmadığı üçün 2 dənə 0 deyirəm. Onda yazıram burada. 2x kvadrat üzərindən gəlir 2x çıxılsın 12 0 olsun. Digər tərəfdən yazıram ki 4x çıx 8 0 olsun. Bu rahatdır. Tapırsınız ki x bərabərdir 2. Burada isə hər tərəfi gəlin 2-yə bölək. 2-yə böləndə x kvadrat x çıxılsın 6 bərabər 0. Buradan da nə edəcəyik? Köklərimizi tapacağıq. 2, 3 yazıram. Cəmi mənfi 1 olsun deyə bunu mənfi götürürəm. 2 ilə mənfi 3. İndi məsələ odur ki, uşaqlar, burada ortaq həll götürmək lazımdır. Yəni doğru cavabımız 2 olacaq. Çünki niyə? Mənfi 3 birincini 0 edir, amma ikincini eləmir. Burada hər ikisi 0 olmadığı müddətcə cavab 0 olmayacaq. Eyni anda gəlir hər ikisi 0 olsun ki, cavabımız 0 olsun. Ona görə 2 qiyməti həm bunu 0 edir, həm də digərini 0 edir. Yəni kök tapanda hamısını götürüm. Məsələn, burada belə suallar çoxdur. Çünki insan özü sual yazanda fikirləşirsən ki, uşaqlar ən çox harda səhv edir, onları düzəldim. O səhvləri eləməsinlər. Ona görə sualları özün yazmaq daha yaxşıdır. Müəllim üçün ya daha yaxşıdır ki, özüm yazım. Özüm yazanda fikirləşirəm ki, məsələn, filan şagirdi bunu həmişə səhv edir. Filan uşaqlar həmişə şərhdə bunu yazır ki, müəllim bunu anlamıram. Onlara uyğun beyində artıq aktivləşir o hissə, ona uyğun sual yazırsan. Ona görə belə suallar görəndə çaşdırıcıdır, çətindir olsun da, yəni sən bu sualdan, çaşdırıcı sualdan bir dənə görəcəksən məsələn, amma burada xeyli var. Hər tipdə çaşdırıcı sual gör ki, imtahanda bunlardan hər hansı biri olsa çaşmayasan. Kənar kök məsələləri ola bilər, bu cür kökü tapdın amma lazım deyil. Ola bilər. O da kənar kök adlanır, söz yox. Belə şeylər çox çaşdırıcı olur. Bəzən məxrəci sıfıra çevirən qiyməti götürmək olmaz. O istifadə olunur. Belə şeylər lazımdır. Yəni düşünməyin ki, müəllim niyə belə suallar salıb? Sənə görə əzizim, illərdir bu işlə məşğul ol. Ən azından da ona qarışmayın ki, müəllim niyə bu sualı salır? Sadəcə istifadə edin sualları. İşinizə yarar. Gələcəkdə sağ ol deyəcək ki, müəllim yaxşı ki, o vaxtda bu sualı biz öyrətmişdiniz. Yoruldum. Məxrəci 270 olan düzgün kəsirlərdə neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar? Deməli uşaqlar, biz belə suallarda vuruqlara ayırırdıq. 27-ni 3 vur 3 vur 3 yazıram. Orada qaldı 10. 27 vur 10 kimi düşündüm beynimdə. Həmişə onluqları, yüzlükləri ayırıram. Çünki onları vuruqlara ayırmaq rahatdır. Oldu ədədimiz belə. Qalsın elə bu cür. Baxın, indi burada uşaqlar. Sonlu onluq kəsir o deməkdir ki, məxrəci nə olsun? 2 və 5-lərdən ibarət olsun. 2 və ya 5-lər. Ola bilər ki, 2, 5 də olsun. Ancaq 2-lər olsun, ancaq 5-lər olsun, 2 və 5 eyni anda olsun, 4 dənə 2 olsun, 1 dənə 5 olsun və s. və ilaxır. Amma ancaq 2 və 5 olsun. Amma və lakin 2 və 5-də başqa heç nə olmaz. Çünki niyə? Məsələn, mən məxrəcə 2 yazsam, sən yuxarını aşağını 5-ə vurub bunu eləyərsən, tutaq ki, onluq bir kəsir, sonlu onluq kəsir eləyərsən. Mən bura, məsələn, 25 yazsam, deyərsən ki, mən 4-ə vurdum, %28. Və eyni anda həm 2, həm 5 yazsam, deyərsən, mən bunu 2-yə vuraq, olsun %4. Və s. və ilaxır. 2 və 5-lər varsa onu tamamlamaq olar. Amma mən məxrəcə 3 yazsam, sən nə etsən də bu 3-ü 100-ə gətirə bilməzsən, 10-a gətirə bilməzsən, 1000-ə gətirə bilməzsən. Çünki niyə? 10, 100, 1000 və s. onluq ədədlərin tərkibində, yəni vuruqların daxilində 3 yoxdur. Ancaq 2 və 5-lər var. Ona görə deyirsiniz ki, bunlar olmaz. Yerdə qalan bu hasili götürürsən, o hasildən 1 çıxırsan, cavabı götürürsən 9. Niyə belə oldu? Birinci dedik ki, 3-lər olmaz, 7-lər olmaz. 11-lər olmaz. Ancaq 2 və 5 olmalıdır.
Ona görə vuruqları ayırırsan, bu sual tipi çox istifadə olunur. Vuruqları ayırırsan, 2 və 5-dən başqa nə varsa atırsan, yerdə qalan hasili götürürsən, 2 və 5-dən ibarət bir hasil, bütün 2 və 5-lər istifadə olunmalıdır. Vurursan, 1 çıxırsan. Niyə 1 çıxdıq müəllim? Əslində o 1-i çıxmağının səbəbi 270-də 270-dir. Biz bunu belə düşünə bilərik də. Bu əslində 10-da 10-u. Bir dənə kəsiri çıxdıq. Yəni belə düşünün. 10-da 1 olar, 10-da 2 olar, 10-da 3 olar, amma 10-da 10 olmaz çünki o düzgün kəsir deyil. Düzgün olmayan kəsirdir. Davam eləyək. İfadəsini sadələşdirin. Bu sual da yenə çox işlək suallardandır. Birinci bunu sizə ümumi yolunu deyib, necə yazmaq lazımdır. Ondan sonra praktik üsul deyəcəm. Birinci uşaq biz onu bilməliyik ki, bu tip suallarda əslində burada bir tam kvadrat var. Bu da 2AB-dir. Biz əslində bu fərqi A minus B-nin kvadratı kimi yazıb kökdən çıxaracağıq. Və bu suallar belə tərtib olunur, ona görə deyirəm. Gəlin birinci neyini? Bunu 2AB ilə bərabərləşdirək. 2AB bərabər 4 kökdə 6. Hər tərəfi 2-yə bölsəm, AB bərabər 2 kökdə 6. İlk olaraq ağlımıza bu belə gəlir. Həmişə bu sualı belə salırlar. Yəni, cəmi 14 yox, nə verirlər bizə? 4, 6, 10 verirlər. 10 olsa həqiqətən asan olacaq. Amma biz bunu biraz çətinləşdirmişik, biz deyəndə mən. Nə eləmişəm burada? Bu cür alınmır. Bunu 2 vurulsun. Kökdə 6-nı yazırsınız, kökdə 3 vur, kökdə 2. Bunu da eləyirsiniz. Elə bu cür qalsın görə alınırmı? Bu cür. Alınmasa kökdə 3 və kökdə 2-nin yerini dəyişərəm. Gələn dəfə də elə bir sual salım. Görüm yaza bilirsiniz yoxsa yox. Burada 2 dənə kökdə 3-ün kvadratı nə olur? 4 vur 3, 12. Kökdə 2-nin kvadratı nə olur? 2. Toplayanda bizə 14 verdi mi? Verdi. Biz də nə demişdik? Kvadratlar cəmi 14 olmalıdır demişdik. Oldu mu? Oldu. Deməli, düz tapmışıq. Əslində buradakı ifadə kök altında biri bu, biri bu. Yəni 2 kökdə 3 çıxılsın kökdə 2-nin xaricdən kvadratıdır. Elə deyil. Bəli. Bunu da kvadratla kök gedər. Modula çıxacaq. Kökdə 3 çıxılsın 2. Kökdə 2. Onsuz da bunun müsbət olduğunu bilirəm. Bura görünmür. Görünmürsə aşağıdan yazın. Bəli, bunun müsbət olduğunu bilirəm. Ona görə olduğu kimi də çıxacaq bu kökdə. Belə də yazdım bunu. Doğru cavabımız deməli kökdə 3 çıx D variantı. Çoxu yenə bura B variantı yazmışdı. Çaşdırıcı bir sualdır kökdə 2. Eyni cavabı 2 dəfə qeyd eləmişəm. Bunu dəyişmək lazımdır. Düşünün bəlkə də 2 dəfə eyni sual, çünki olmasa biri düz olar. Bunu 3 kökdə 2 eləmək lazım idi. 3 kökdə 2. Elə burada düzəldim. 3 kökdə 2 çıxılsın 2 olaraq qalsın. Yaxşı. Bax belə uşaqlar, bu bunun həlli üsuludur. Yəni bu ifadəni görən kimi 2 qat radikal düsturu deyirik biz buna. Həddən artıq çox istifadə olunur. Məntiqi də budur. 2AB-yə bərabərləşdir, A-nı və B-ni tap, sonra yüksəlt kvadrata. Alınırsa rasional ifadə kvadratlar cəmidir. Alınırsa çox gözəl. Alınmasa nə edirsən? Vuruqları dəyişirsən. Axır tapacaqsan. İndi bunun daha qısa üsulu müəllim sizə desin. Bu qədər həngamə ilə zülmdən getməyin. Bunu silim. Daha qısa bir üsul deyək sizə. Deməli uşaqlar nə edir burada? Əvvəlcə bu şəkilə gətirirsiniz. A plus minus deməli 2 kökdə B halına gətirirsiniz. M vur M bizə burada B-ni verir. M üstəgəli N də bizə A-nı verirsə bu bərabərdir. Kökdə A plus minus kökdə B modulda. Nə deməkdir bu müəllim? Bunu yazılan heç nə anlamadıq deyə bilərsiniz. Əvvəlcə burada 2 qalacaq şəkildə bunu düzəltməlisiniz. Fikir verin, düsturda 2 var. Kök altında 14. 4-ü yazıram 2 vur 2 kökdə 6. Sonra həmin 2-ni salıram kökün altına. Bu 2 içəri gələndə 4 kimi gələcək. 4 dəfə 6 oldu 24. İndi M vur N nə idi bizdə? B idi. Yəni B 24 deməkdir. M vur N 24. M üstəgəli N isə nə olmalıdır? A olmalıdır, yəni 14. İndi hasili 24, cəmi 14. Nə tanıyırsınız? 2 və 12 mi? Bəli. Ona görə bu bərabərdir. Kök altında 12, belə yazım istəyirsiniz. Kök altında 12 çıxma var deyə çıxılsın, kökdə 2. 12, 2 kökdə 3 deməkdir, çıxılsın kökdə 2. Bu qədər sadə. Daha praktik üsuldur. Kitabda bu suallardan var, biraz yoxlaya bilərsiniz, görüb öyrənmişsiniz yoxsa yox. Bunu bir dəfə də özünüz yazın, təzədən öyrənərsiniz. Ədədlərinin hasilindən alınmış ədədin standart şəkildə yazılışında tərtibi ilə qiymətli hissəsinin cəmini tapın. Deməli, A vur B bərabərdir. 12 onda 5 vurulsun 10 üstü 7. Vurulsun 80 vur 10 üstü 13 bərabərdir. 12 onda 5-i 80-ə vursam, bu vergülü bu 0 aparır. 8 də və 125-də 1000-dir. Vurulsun, qüvvətlərdə də 20 oldu.
1000'dir uşaqlar 10 üstü 3-də axı vurulsun 10 üstü 20 bərabərdir 10 üstü 23. İndi burada uşaqlar nəyi səhv eləyiblər? Bunu yazandan sonra baxıblar ki, qiymətli hissə yoxdur. Qiymətli hissə var əslində. Biz əgər nəzərən yaxşı bilsək, bilərik ki, qiymətli hissə 1 və 10 arasındadır. 1 ola bilər, 10 ola bilməz. 10 olduğu kimi artıq tərtib olur da. Ondan da yuxarı olmaz. Birdən də aşağı olmaz. İndi baxıram ki, burada qiymətli hissə səndə mən 1 imiş. Bu ədəd əslində 1 vurulsun 10 üstü 23 deməkdir. Qiymətli hissə 1, tərtib də 23-dür. Bunların cəmini soruşur. 24. Və bunu burada gördünüz artıq. Sabah bunu imtahanda görsəz çaşmayacaqsınız. Amma bunu görməsəydiniz problem ola bilərdi. Buna görə uşaqlar nə edirsiniz? Bu sınaqlara önəm verirsiniz. Müəllim sizin üçün sırf o can alıcı yerləri istifadə edir. Yəni yola verməyin bu suallar. Əziyyət çəkirik burada sizə görə. Düzdür, bilirəm çox izləməyəcək bu video, həmişə elə olur. O videoya ki, çox enerji sərf edirsən, o izlənmir. Yalandan 15 dəqiqə danışsan izlənir. Amma 1 saat belə ətraflı bütün sualları izləyirsən, baxırsan ki, 2000-3000 baxış. Canlı sağ olsun. O 2000-3000 nəfər bizə yetər. Bizə millətimiz yetər. Deməli 4x atdıq sağa. İndi burada uşaqlar modul tənini görən kimi ağlımıza nə gələr? Bir dəfə olduğu kimi bərabər eləyək, bir dəfə də əksinə. Əksinə bunların yerlərini dəyiş. Əgər modul tənini bu vaxta qədər həll eləmişsinizsə, həll üsulu bu cürdür. Həmişə uşaqlar modul görəndə narahat olur ki, modul var. Halbuki modul çətin bir şeylər deyil. Bir də modulun cavabını nə götürməliyik? Böyük bərabər 0. Çünki ora mənfi olsa, modul necə mənfiyə bərabər olsun. Ümumiyyətlə, mən belə suallarda məsləhət görərdim ki, əgər imtahandasınızsa, qiymətləri götürüb yerinə qoyub yoxlaya bilərsiniz mütləq. Hətta məsələn, birinci 2-ni qoyaram, 3-də 1-i qoyaram, 3-də 2-ni qoyaram. Burada qiymətlər bunlardır. Axır ki, 3 dənəsindən biri alınardı. İkisi alınsa, məsələn, B-ni götürərəm, olmasa D-ni və s. 3 dənə qiymət verməlisən. Bu daha asandır. Nəinki bunu oturub həll eləmək, məsələn. Təbii ki, burada biraz beyni də işlətmək lazımdır. İmtahanda maksimum enerjini sərf eləməlisən ki, sualı görəsən həllmi eləyim, yoxsa daha praktik bir üsul varmı? Olmasa da normal həll edirsən təbii ki. Qapalı sual olduğu üçün deyirəm. Təbii ki, ətrafda məcbursuz yazasınız. 4x sola gətirdim, 5x oldu, bərabər 10 çıxdı. 4x qalsın, x sonra aparıram, 6-nı buraya gətirəcəm. 6 buraya gələndə müsbət kimi gələcək. Uşaq, biraz qısa yazıram. 6 sola gəldi, 6 çıx 4 oldu. X də sağa getdi, 4x çıx x, 3x oldu. Özünüz bunu yazmağa cəhd eləyin, anlamasaz. Sonra anlayacaqsınız. Burada da x bərabərdir. 2-ni 3-ə böləcəm, oldu 3-də 2. Bir kökümüz 2-dir, bir də 3-də 2. Götürürük nəyi? B variantı və səhv çıxır. Çünki niyə? Biz bunu nəzərə almalıyıq. Sən x-ə 2 verə bilərsənmi? Xeyr. Çünki x-ə 2 versən, bura nə olacaq? Bərabər mənfi 4 mü oldu? Yox, mənfi 2 oldu. Cavab, modulun cavabı mənfi 2 oldu deyə doğru cavabımız olacaq burada 3-də 2 Y variantı. Mütləq axırda gətirib yoxlamaq lazımdır modulun cavabını. Hələ burada da 2 bax yerinə yazsaz, baxın, olur mənfi 2 modulda üzərinə gəl 8 bərabər 6. Bu da bizə 2-ni verir axı. 10 bərabər 6 çıxır, görürsən ki, yanlışdır onsuz da. Bunu bir şagird yoxlasaydı, görərdi ki, bu səhvdir. Gəldim 13-cü suala. İfadəsini sadələşdirin. İlk olaraq məxrəc uşaqlar hazırdır. Məxrəc tam kvadratdır. Həmişə sonda və başlanğıcda tam kvadratlar varsa şübhələnmək lazımdır. Bu ya kubun qoşmasıdır. Orada A-B sonra A kvadrat çıx, üstə gəl AB, üstə gəl B-nin kvadratı. Ya kubun qoşmasıdır, ya da ki tam kvadratdır. İndi həqiqətən burada birinci 2x-in kvadratıdır. Kök ala bilərsiniz. O bir də 9, yəni 3-ün kvadratı. Yüksəldirəm kvadrata. 4x kvadrat, x-in naziri 6x, 2-yə vurdum 12x, əla, düzdür. Gəldim sürətə. 2x kvadrat çıxılsın x, çıxılsın 6. Burada uşaqlar parçalama üsuluna bunu parçalayacaq. Birinci n vur n bizdə birinci ilə sonuncun hasilidir. 2 vur mənfi 6, mənfi 12. Bir də cəm də bizə mənfi 1-i verir. İndi parçalama üsulu əvvəl görməmişsə, mən həmişə deyirəm bunu. Amma görməmişsə burada öyrənəcəyik. Hasilimiz mənfi 12, cəmimiz mənfi 1. Nə ola bilər bunlar? Sanki 4 və 3 mü olar? Amma mənfi olsun deyə bunu mənfi götürürəm. Mənfi 4-dən müsbət 3. Bunu tapdıq mənim. Bu nəyə lazım idi ki? Bu arada bu viyyət deyil. Parçalama üsulu ayrı bir üsuldur. Bunu 8-in kitabında veriblər. Məktəb kitabında var bu 8 sinifdə. Özümdən kəşf eləməmişəm. Hasil mənfi 12, cəm də mənfi 1-dir. İndi buradan nə edəcəm? 2x kvadrat mənfi x-in yerinə mənfi 4x yazaq. Üstə gəl 3x. İndi anladınızmı bunu niyə tapdıq? Şimdi anladınmı ben olmanın nə demək olduğunu? Mənfi 4 və 3 kimi parçaladım. Niyə tapmışdım bunları? Necə parçalamalı olduğumu görüm deyə. Buradan da 2x'ini ortaq çıxartdım. X çıxılsın 2. Buradan 3'ü ortaq çıxartdım. X çıxılsın 2. Hər ikisindən də x çıxı 2'ni ortaq çıxarsaq qalacaq 2x üstə gəl 3. Gətir burada yaz yerinə.
x çıxılsın 2. Çünki sürəti bu cür qruplara ayırdıq. Bunun biri ilə bunun biri getdi. Qaldı x minus 2 bölünsün 2x üstəgəl 3. Yəni y variantı. Gəldim 14-ə. A ədədini 20% artırdıqda alınmış ədədin 25% 60 olur. Gözəl sualdır. İlk olaraq alınmış ədədin 25% 60 olubsa, mən fikirləşirəm ki, bu ədədin 4də biri 60-dır. 25% 60. Faizinə görə ədəd tapmaq, 60-ı 100-ə vurarsan, 25-ə bölərsən, burada 4 qaldı, oldu 240. Ədədimiz 240 imiş. A ədədini 20% artırdıqda, yəni A-nı vurmuşsan 100-də 120-yə və 240 alınıb. 20% artırmaq üçün nə edirik? %120-yə vururuq. 120 ilə 240 qədər burada 2 qalar. Aldım A bölünsün 100 bərabər 2 çarpaz vuranda A bərabər 200 olacaq. Ədədimiz 200 imiş. Ümumiyyətlə buradakı suallar çox çətin deyil. Bu 13-dən bu tərəfə həmişə nə edirlər? 18 daxil olmaqla ora qədər asan suallardır. Sonra 19-dan başlayır ətraflı suallar. Həmişə imtahan sistemi belədir. Hansı suallar ki ətraflı deyil, amma açıq suallardır, onlar asan olur buraxılışda. Biraz öyrəşəsiz deyə o cür tərtib edirəm. Bu suallar çox da çətin sayılmaz. Uyğun tərəfləri payda olan bucaqların fərqi kiçik bucağa bərabərdir. Biri alfa olsun, biri beta olsun. Düşünək ki, bu böyük bucaqdır. Elə beta B hərfi ilə, bu da kiçik olsun. Deyir ki, bunların fərqi kiçik bucağa bərabər imiş. Bəs bunların cəmi nə olacaq uşaqlar? 180 dərəcə. Bunlar ya bir-birinə bərabərdir. Bərabər. Yəni alfa bərabər beta. Bərabər olsa fərq sıfırdır onsuz da. Onda bu misalın şərtinə uyğun gəlmədi. Ümumiyyətlə, uyğun tərəfləri payda olan bucaqlar iki hal var da. Ya bərabərdir, ya da ki, cəmləri 180 dərəcə. Bu arada uyğun tərəfləri perpendikular olan bucaqlar üçün bu keçərlidir. Ya bərabərdirlər, ya da ki, cəmləri 180 dərəcə. Bərabər olsaydılar, fərqi kiçik bucağı verməzdi. Hansı halda ola bilər o? Bir halda var, o da budur. Beta olar, o biri də gələ alfa gələ 0 olsun. Biri gələ 180 olsun, o biri gələ 0 olsun ki, fərqi bizə nəyi versin? Yox, o da olmadı. Yox, o yoxdur ümumiyyətlə belə bir şey. Böyük bucaq yoxdur. Dedim bəlkə sualda bir səhvlik var. Qorxuram bu aralar sualda səhvlik olar deyə. Bundan sonra sual yazmayacağım. Deməli, buradan tərəf-tərəfə toplayıram. Böyükdən kiçik çıxdım. Kiçik bucağı verdi. Cəm də 180 dərəcə tərəf-tərəfə toplayaq. Alfalar gedər. 2 beta bərabərdir. Nəyə? 180 üstəgəl alfa. Deməli, böyük bucaqdan kiçik çıxanda bizə kiçiyi verdi. Belə eləyək də, burada niyə uzadıram bu qədər? Alfanı sağa ataq. Beta bərabər 2 alfa. Onda betanın yerinə 2 alfa yazdım. 3 alfa bərabərdir 180 dərəcə. Alfa bərabər 60. Beta onda 120 dərəcəymiş. Cəmləri 180 dərəcə oldu. Fərqləri də kiçik bucağa bərabər oldu. Biri 120, biri də 60 olarsa. Fərqi böyük bucağa bərabər desəydik, yəni biri 0, biri 180 olardı. Maraqlı sual çıxarardı. Deməli, buradan 120, o da 60 dərəcə. Mənasız bir sual. Böyük bucağı tapındır, cavabımız 120 dərəcə oldu. Təzədən bir də deyim. Deyir ki, uyğun tərəfləri payda olan bucaqlar, hansı ki, cəmləri 180 dərəcə oldu bunların, bərabərlik halı ona görə olmadı ki, deyir ki, fərqi kiçik bucağa bərabərdir. Mən də fikirləşirəm ki, fərq deməli nə olmalıdır? Beta minus alfa təzədən alfa bərabər olmalıdır. Betanı böyük, alfanı kiçik qəbul edim. Sonra alfanı sağa atanda beta bərabər 2 alfa çıxır. Yerinə yazan kimi cavabı alırsınız. Sürəti bu qədər olan teploxodun çayın axınına qarşı olan sürəti axınla bölgə sürətinin bu hissəsidir. Teploxodun axına qarşı sürətini tapın. Deməli, burada uşaqlar mövzu nədir? Teploxod olar, kater olar və s. və ilə axır. Fərqi yoxdur. Motorlu qayıq olar. Deyir ki, axına qarşı bir də axınla birgə. Mən bilirəm ki, axına qarşı nə olur? Sürətlər çıxılır. Axınla birgə sürətlər toplanır. Məsələn, mən axına qarşı gedirəmsə, o mənə qarşı gedir, mən ona qarşı gedirəm, sürətlər çıxılır. Çünki o mənə mane olur. Artıq mən məsələn 40 ilə gedirdimsə, o 4 ilə gəlirsə, mənim sürətim düşdü 36-ya. Mən 36 ilə gedirəm, o 4 ilə gedirsə, mənim sürətim 32-yə düşdü. Çıxılır da. Amma eyni istiqamətə getsək, mən 36 ilə, o da 4 ilə getdiyi zaman toplanır olur 40. Bu nəyə oxşayır? Məsələn, deyək ki, eskalatora düşürsünüz, həm pilləkənin bir sürəti var, həm də sizin bir sürətiniz var deyə. Yeriyə daha sürətli gəlirsiniz. Amma ola bilər ki, pilləkən sabit olsun, ancaq siz yeriyəsiniz. Bu, durğun sudakı sürətdir. Ola bilər ki, məsələn, aşağı düşür eskalator, siz yuxarı qalxmağa çalışırsınız. Elə şey eləməyin, təbii ki, təhlükəlidir. O zaman nə olur? Sürətlər çıxılır. Çünki o sizə mane olur. Siz yuxarı çıxmaq istəyirsiniz, o sizi geriyə aparır. Axına qarşı məntiqi budur. İndi deyir ki, bu, axına qarşı olan sürətin axınla bölgə sürətinin bu hissəsidir.
Bunu belə yazmışam ki, biraz düşünəsiniz. Bu əslində 1000-də 125, yəni 8-də 1 deməkdir. Bu bərabərdir bu cəmin 8-də 1 hissəsi. Vurulsun 8-də 1 bərabərdir buna. İndi bundan qurtulmaq üçün hər tərəfə 8-ə vuraram. Məqsəd nədir? Kəsir qalmasın sadəcə. V teplaxod üzərinə gəlir V çay bərabər 8V teplaxod çıxılsın 8V çay. Sonra teplaxodu bura ataq, çayı bura ataq. 9 dənə V çay bərabər 7V teplaxod. Buna 7K deyərəm, buna 9K deyərəm. Əslində ehtiyac yoxdur, hə? Verib də hazır. Bizə deyir ki, sürəti 36 olan teplaxod. Onda hazır. 9 vur V çay bərabər 7 vur 36. 36-dan 9 gedib 4 qaldı. Bu da oldu 28. Burada cavabımız 28 deyil. Təbii ki, çünki deyir ki, axına qarşı sürətini tapın. Axına qarşı sürət tapanda nə edirsiniz? Teplaxod çıxılsın V çayı tapırsınız. 36 çıxılsın 28. Cavabımız olur burada 8. Çaşdırıcı bir sual idi. 30 üstü M ədədinin natural bölən sayı. Bunun üçün natural bölən sayını tapmaq üçün sadə bölən, sadə vuruq, nə bilim, mürəkkəb vuruq və s. tapmaq üçün nə edirsiniz? Əvvəlcə kanonik şəkildə yazırsınız. Kanonik şəkil nədir? Vuruqlara ayrılmış şəkli. Sadə vuruqlara ayrılmış şəkli. Bu əslində 2 üstü M, 3 üstü M, 5 üstü M deməkdir. Bunun natural bölən sayını tapanda qüvvət üzərinə 1 gəl, qüvvət üzərinə 1 gəl, qüvvət üzərinə 1 gəl, hasil da bərabər. Sadə bölən sayının 9 misli. Bunun 3 dənə sadə böləni var deyə. Sadə bölən sayı 3-dür, vurdum 9-u oldu 27. İndi bu fikir versəz, M üstə gəl 1-in kubudur, 27 də 3-ün kubudur. Onda M üstə gəl 1 bərabər 3 olsa, M də bərabər 2 olacaq. M-i bizdən soruşurdu, doğru cavabımız 2. 18. Kəsişməsi boş olmayan A və B çoxluları üçün NA8, NB7 olarsa, A ilə B-nin birləşməsində ən böyük say neçə olar? Burada uşaqlar kəsişməsi boş olmayan deməsə, birləşmə belə deyərəm. Deyərəm bu A çoxluğu olsun 8 element, bu B çoxluğu olsun 7 element. Bunların birləşməsində 15 element var. Məsələ bitdi. Yəni burada qorxacaq nəsə yoxdur. Amma kəsişməsi boş olmayan deyəndə, burada boşdur kəsişmə. İki ayrı çoxluq cəmləyəndə birləşmə maksimum olur. Yəni sırf kəsişmə əgər boş çoxluqdursa, birləşmə toplamaya çevrilir. Toplayırsan sadəcə. Amma bunların bir ortaq hissəsi var axı. Burada heç olmazsa bir dənə element olmalıdır. Bax, minimum yazdım. Çünki birləşmənin maksimum halı üçün kəsişmə minimum olmalıdır. Nə qədər birləşmə, nə qədər kəsişmə az olsa, birləşmə o qədər çox olur. Mən də fikirləşirəm ki, heç olmazsa bir element olsun. 8 isə bura 7 qaldı, 7 isə bura 6 qaldı. Birləşmə neçə element oldu uşaqlar? 14 element oldu. 15 əvəzinə 14 oldu. Bir dənə fərq edir sanki. Gözəl suallar başladı. Ətraflı sualları ən sevdiyimiz. Hündürlükləri bir təpəsi üzərində kəssən. Uşaq, bu düzbucaqlı üçbucaqdır. Elə deyil. Çünki katetlər hündürlüyü deyilmi? Bax, məsələn, A nöqtəsindən mən BC-yə bir hündürlük endirmək istəsəm, hara endirəcəm? Məcburən perpendikular gəlsin, o da elə AB tərəfində. C-dən AB-yə bir hündürlük endirmək istəsəm, o da elə CB-dir. Bu da bunun növbəti hündürlüyü, fikir verin. Hər üç hündürlüyünü yazdım. Üçü də burada kəsdim. Ardıcıl cüt ədədlər. Bu 6, 8, 10 deməkdir uşaqlar. Təbii ki, siz bunu imtahanda necə yaza bilərsiniz? Deyə bilər ki, mən biri 2n olsun, biri 2n üstə gəl 2 olsun, biri də 2n üstə gəl 4 olsun. Çünki nədir? Ardıcıl cüt ədədlər. Belə yazsaz daha yaxşıdır. Mən burada özümüz deyə belə yazıram. Düzdür, bu da doğrudur. Burada nə edəcək? Pifaqor teoremi. Bu qalsın, nə lazımdır? X-in kvadratı üzərinə gəl, x üstə gəl 2-nin kvadratı bərabər x üstə gəl 4-ün kvadratı. Burada x-in 6 olduğu görünür. 6, 8, 10. Amma gəlin bunu normal yazaq. Ətraflı sualı kimi. 4x üzərinə gəl 4 bərabər x kvadrat 8x üzərinə gəl 16. X kvadratların biri getdi, bir dənəsi qaldı. 8x-i atdım bu tərəfə, çıxıldı. 4x oldu, bunlar getdi. 16-nı atdım bu tərəfə, çıxıldı. 12 oldu, bərabər 0. Bu da 2 və 6 deyilmi? Cəmi, deməli, müsbət 4, hasili mənfi 12. Nə gəldi ağlımıza? Bu mənfi olsun. Yoxsa yox. Cəmi müsbət 4. Onda bu mənfi olsun. Cəm yerə müsbət, viyyətə görə müsbət 4. Ona görə 6-nı götürərəm də, x mənfi 2 ola bilməz. Tərəf niyə mənfi olsun? 6-nı tapdınsa yerinə yazdın 6, 8, 10. Bu h-ı soruşur bizdən. H-dır uşaqlar necə idi? Evklidə görə AB böl C. Kadetlər hasili böl hipotenuz. Bu da bizə 4,8-i verir. Düzbucaqlı üçbucaqda hipotenuzu hündürlüyə endiriblərsə ağlınıza nə gəlir? Evklit teoremləri. Avtomatik burada 2 dənə kadet var, hipotenuz var, hər şey əla. AB böl C-dən h-ı tapa bilərəm.
Gəldik nəyə? 20-də də uşaqların çoxu səhv eləmişdi. Səhv harda idi? Çox vacib bir nüansdır. Sabah bu sizi həqiqi imtahanda çaşdıra bilər. Çünki bu sual tipini çox istifadə edirlər. Bu hazırlasaydı məsələsi. Hər gün əvvəlki gündən 2 dəfə çox detal hazırlamalı olan usta 4-cü gün. Məsələn, x olsun, 2 dəfə çox, 2 dəfə çox, 2 dəfə çox davam edirik. 4-cü gün 20 detal az hazırlasaydı. 20 az hazırlasa, ilk 3 gün gördüyü qədər iş görərdi. İlk 3 gün ümumilikdə yəni. Toplasaq, oldu 7x. Buradan tapdınız ki, x bərabərdir 20. Bunu bıraktınız onlar. X-i 20 tapdım. Onda 4-cü gün 8 dəfə 20, 160. Müəllim, bəs niyə 20-ni çıxmadınız? Axı 20 az hazırlamışdı. Hazırlamışdı, yox. Hazırlasaydı. Bax, buradakı nüans budur. Ən güclü şagirdlərim də bunu səhv eləmişdi, həqiqətən də. Hazırlasaydı məsələsi odur ki, hazırlasa başqa məsələ. Amma bu hazırlamayıb bunu, eləməyib. Eləsəydi belə olardı. Ona görə orada 20 çıxmağa ehtiyac yoxdur. Bunu yenə görəcəksiniz başqa imtahanlarda. Mənim imtahanlarım yox, ümumiyyətlə hər hansı bir imtahanda bunu görə bilərsiniz. Siz artıq çaşmayın. Camaat çaşdı, siz çaşmayın. Deyir ki, BS 12, AD 16 və AYFS 15'dir. Birinci burada uşaqlar, bu sahə burada 15'dir. Bu üç bucaqda baxsaz ASD üç bucağına. Bu orta xəttir. Çünki bizə deyir ki, AC diagonalına YF parçası paraleldir. Bunu bilirik. Paraleldirsə və orta nöqtədən keçibsə, bu avtomatik orta xətt olacaq. Bir tərəfin ortasından keçib və digər tərəfə paraleldirsə, bu avtomatik orta xəttdir. Orta xəttə sahəni necə bölürdü? Bunu həm oxşalıqdan deyə bilərik. Bu əgər orta xəttdirsə, bura S-dirsə, bura 3S-dir. Oxşarlığa görə bizim K-mız burada 2-dir. Çünki hər bir üçbucağın tərəfi böyük üçbucağın yarısıdır. Digər tərəfdə ümuminin yarısıdır. Oturacaq da bilirsiniz orta xətt yarısıdır. Elədirsə onda sahə də nə olacaq? Biri o birindən 4 dəfə böyük olacaq. Oxşarlıq əmsalının kvadratı olurdu. Yəqin bunu bilirsiniz. Ona görə kiçik S-də böyük 4S olmalıdır. Aşağı 3S qaldı. Yaxud da daha sadə bir izah. Bütün orta xəttləri çəksəz 4 dənə kongruent üçbucaq alınır. Hamısında sahəsi eyni olduğundan yuxarıda S, aşağıya 3S qaldı. Bura 15'dir. Onda 15'i 3'ə bölərəm. Bura 5 oldu. Buranın sahəsini tapdım 20. İndi bunu tapandan sonra uşaqlar burada diqqətlə baxsaz, hər iki üçbucağın sahəsi üçün bir məsələ var ki, hündürlüyü eynidir. Hər iki üçbucağın hündürlüyü eynidir. Həm bunun hündürlüyü bu parçadır. Yəni buradan buraya endirəcəksən, eyni şeydir. Həm də bunun məsələn A-dan B-yə hündürlüyü endirmək istəsəm, uzantısını endirərəm. Bu da eyni şeydir. Əgər bunların hündürlükləri eynidirsə, onda sahələr nəyə görə dəyişir? Tərəflərə görə. Yazıram burada S1, SABS bərabərdir 12 vurulsun A bölünsün 2. Üzr istəyirəm, 12 vurulsun H. ABC üçün H-ı vurdum 12'ye, böldüm 2'ye. SASD üçün bərabərdir 15, yox 16 vur H bölünsün 2. Elə deyil, bunu tapanda H-ı vurdum 16'ya, böldüm 2'ye. Bunu bizə nə qədər verib? Bilmirəm. Bunu bizə nə qədər verib? 20 verib. Bax, tərəf-tərəfə bölsəz, H bölü 2'lər gedir. Qalır 12 böl 16 bərabər S böl 20. 4'ə bölək 5, 4, bu da 7, 3 çarpaz vuranda S tapıldı 15. Deməli S burada 15 imiş, bura 15, bura 20, cavabımız 35. Başqa üsulu var mı müəllim? Var. Bu amma daha qəşəng üsuldur. İndi bu bir üsulla belə gedə bilərik. Deyə bilərik ki, bax bu hündürlük bilmirəm, amma H vurulsun 16 bölünsün 2, yəni H vur 16 bölü 2 bizə 20'ni verib. Yəni sırf üçbucağın sahəsi ilə gedirəm. 8H bərabər 20'dən H bərabərdir 5 bölünsün 2 tapdım. İndi trapesiyanın sahəsini soruşursa məndən S bərabərdir. Yuxarı oturacaq 12, aşağısı 16 bölü 2'yə vur hündürlüyə 5 bölü 2. Adi trapesiyanın sahə düstur. Hündürlüyünü tapandan sonra yuxarı oturacağı bilirsən, aşağı oturacağı bilirsən, məsələ bitdi. Burada 28 vur 5 böl 4, 7 vur 5'dən. Cavabımız 35. Bu da bunun digər üsulu. Hə, gəldik ən sevdiyim sualların birinə. Özüm yazmışam deyə demirəm, çox qəşəng sualdır. Deyir ki, A kranı hovuzu 6 saatda, B kranı isə 18 saatda doldurur. C kranı isə hovuzu 12 saatda boşaldır. C kranı və B kranında nasazlıq olduğu üçün kranları eyni anda açsaq da, B kranı 2 saat, C kranı isə 4 saat sonra işə düşdü. Kranlar açıldıqda neçə saat sonra hovuz dolar. Deməli uşaqlar, burada biri 6 saata doldurur, o biri 18 saatda, biri də 12 saatda boşaldır. Dolduranlar toplanır, boşaldan çıxılır.
Tutaq ki, t saat sonra. Nə olacaq? T saat sonra uşaqlar, birinci t saat işlədi. İkinci də işləməlidir, üçüncü də işləməlidir. Amma belə olmur. Mən bunu açandan sonra t saat zaman keçibsə, burada deməliyik ki, B ekranı t-2 saat işləyib. Məsələn, A ekranı 10 saat işləyibsə, B 8 saat. Çünki niyə? 2 saat gec açılmışdı. S ekranı isə t-4 saat. O da 6 saat işləyər. Birinci 10, ikinci 8, üçüncü 6. 2-2 azalır sanki. Və ilkin cavabımız 1 olsun. Niyə 1 olsun? Çünki deyir ki, hovuz dolar. Hovuzun dolmağı o deməkdir ki, iş bitdi. Burada bizim orta məxrəcimiz 36-dır. Bunu 6-ya vuracam, bunu 2-yə vuracam, bunu 3-ə vuracam. 6t üzərinə gəl 2t, çıx 4, çıxılsın 3t, üzərinə gəl 12 bərabər 1. Burada 8t çıx 3t, 5t, üstə gəl 8, böl 36 bərabər 1, çarpaz vuranda bərabər 36-dan 5t bərabərdir. 28 t bərabər 5/6. Doğru cavabımız 5/6-dır. Kranlar açıldıqdan sonra artıq dediyi üçün, yəni son krana görə baxmırsınız, ilk krana görə baxırsınız. Gəldim növbəti sualımıza. Px çoxəldisinin dərəcəsi sərbəst səthinin 40%. Sərbəst səth bilirsiniz ki, yanında x olmayan, yəni daha doğrusu verilən çoxəldinin aslı olduğu, dəyişəndən aslı olmayan həddən söhbət gedir. İndi bu Px çoxəldisi x-dən aslı bir çoxəddi olduğu üçün yanında x yoxdur deyə 25 bizim sərbəst səthimizdir. Bunun 40%-ni tapıram. Bura olsun %40. Bunlar getdi 4 qaldı. Cavabımız 10 oldu. Deməli bizim çoxəddimizin dərəcəsi 10-dur. Deyirəm ki, bura 10 olsun. Bəs müəllim, indi n nə ola bilər? N 1 ola bilər, 2 ola bilər, 3 ola bilər, 10 ola bilər. Müəllim, 10 olmaz, 9 olar. Niyə 10 olsun ki? Niyə olmasın ki? Məsələn, n də 10 olsa nə dəyişər ki sənin üçün? 10 üstə gəl 10. Nəsə dəyişərsə deyil. Deməli, bizim burada cavabımız 20 oldu. Burada 19 niyə yazıblar uşaqlar? Deyiblər ki, müəllim, burada eyni olmaz. A və, daha doğrusu, m və n eyni ola bilməz. Əgər kənarda deməyiblərsə, m n-ə bərabər ola bilməz. Niyə olmasın? Desəydilər başqa məsələ. Bu da bir incəlikdir. Bunda uşaqların çoxu səhv yazmışdır. Yəni, bunlar eyni olsa, bu da 10, bu da 10. Toplanacaq olacaq belə. Px bərabərdir. A üstə gəl B vur x üstü 10. Nə problem var ki burada? Ola bilər. Cavab 20-də 19 deyil. Hə, bu sual gözəl sualdır. Burada 2 dənə teorem var. İkisini də gəlin isbat eləyək. Birinci mövzumuz nədir? Teorem 1. Əgər 2 vətər mərkəzdən eyni məsafədə yerləşibsə, onlar bərabərdir. Teorem 2. Əgər bir vətər çevrədən 60 dərəcəli qövs ayırırsa, o radius uzunluğuna bərabərdir. Hər ikisini isbat edək. Birinci. Düşünək ki, bu vətərlə bu vətər mərkəzdən eyni məsafədə yerləşsinlər. Buradan bura deyək ki, x məsafəsi var. Buradan burada x məsafəsi var. Bəs inandırıcı olmadı, elə deyil. Belə eləyək, belə olmaz. Yox, çox üzr istəyirəm. Belə eləyək. Mərkəzimiz bu məsafə x-dir. Bu məsafə də x-dir. Birinci, bura yarı bölündü. Bu da yarı bölünsün. Tutaq ki, buradan bura məsafəmiz r-dir. Buradan bura məsafəmiz r-dir. Çünki bunlar radiuslardır. Bura mərkəzdirsə. Artıq bu iki üçbucaq üçün, yəni bunlar eyni olduğu zaman bu məsafələr, bunların bərabərliyini isbat etmək istəyirəm. Bax, bu düzbucaqlı üçbucaqda bu kvadrat tapılsa necə olacaq? Kök altında r kvadrat çıx x kvadrat. Elə deyilmi? Bəs bu düzbucaqlı üçbucaq bura tapılsa nə olar? Bu da a olsun. O da r kvadrat çıx x kvadrat. Məcburən bunlar bərabərdir. Deməli, 2 dənə düzbucaqlı üçbucaqda əgər 2 dənə kvadrat bərabərdirsə, ya da ki, məsələn, burada hansılar bərabərdir? Bir hipotenus, bir kvadrat bərabərdirsə, məcburən bunlar da eyni olacaq. Məsələn, mən bura 10 yazıram, bura 8 yazıram. Burada 10, bura 8 yazıram. Bura nə deyirsiniz? 6. Bəs burada yenə 6. Deməli, hipotenusla kvadrat bərabər olduğu zaman avtomatik o biri kvadratlarda eyni olmağa məcburdur. Başqa şansları yoxdur. İsbat olundu. Deməli, bu parça da təbii ki, bura bərabərdir. Bunlar da bir-birinə bərabər idi. O da bura bərabərdir. Bərabər çıxdı. Bu getdi. İndi digər tərəfdən, əgər, bu daha da sadə bir şeydir. Və bunu bilsəz çox vaxt qazandırar sizə. Əgər bu vətər 60 dərəcəli qövs ayırırsa, niyə radiusa bərabərdir? Ona da baxaq. Bunu bura birləşdirirəm. Bu radiusdur. Bunu bura birləşdirirəm. Bu da radiusdur. Oldu mu sizə bərabər yanlı bir üçbucaq? Bəli.
Bu mərkəzi bucaq 60-a söykənirsə nə qədər olacaq? 60 dərəcə. Bir bərabər yanlı üç bucağın təpə bucağı 60 dərəcədirsə, axı bunlar da eyni olmalıdır. 180 çıx 60, 120 yarı böl 60 60. Səndə bu bərabər tərəf üç bucaqmış. Deməli bu vətər də radius uzunluğuna bərabərmiş. Bunları anlayandan sonra məsələ bitdi. Birinci bunlar eyni məsafədə yerləşdiyi üçün bunlar bərabərdir. AB bərabər CD. Yəni 4x çıx 6 bərabər 2x üstəgəl 12. Bunu bura at, bunu bura at. 2x bərabərdir 18, x bərabər 9. Bunu tapdım. 9-u yerinə yazsam 18 üstəgəl 12, 30 tapdım. Vətərlər 30-dur. Məsələ odur ki, bu həm də radiusa bərabərdir. Çünki niyə? 60 dərəcəlik qövs ayırmışdı. Hər iki teorem burada istifadə eləmişik. Radius tapdım. Neçə? 30. Deyir ki, 20 dərəcəlik qövsün uzunluğunu tapın. Burada biraz mərhələ çoxdur. Yəni, bu artıq 3-cü mərhələdir. Amma belə daha yaxşıdır. Çox şey öyrənirsiniz. 2πr vurulsun alfa bölü 360 dərəcə. 2 vurulsun. Pi-ni bizə 3 verib. Radiusu bizə 30 verib. Alfanı bizə 20 dərəcə verib. Bölüsün 360. Bu bizə verir demək neçəni? 180. Getdi 2 qaldı. Bizə verdi bu 10. Dərəcə yox daha doğrusu. Burada dərəcə qaldı. Dərəcələr getdi buradan. İxtisarla getdi bunun dərəcəsinə, bunun dərəcəsi. Qaldı 10. Ümumi uzunluq. Düz dedikmi? 180 bölü 2'ye. Hüseyn bir dolu qab 40% şəkər məhlunu əlindən saldı və qabda yalnız məhlun 5də biri qaldı. Hüseyn qaba 60 qram şəkər və 20 qram su tökdü və qab yenidən doldu. Deməli burada uşaqlar. Birinci onu bilməliyəm ki, bizim daki qabımızda məhlul nə olsun? Qabdakı məhlul. Deyək ki 5x olsun. Çünki niyə? 5də biri qalıb deyə. 5də biri qalması o deməkdir ki 5k var idi, bir dənə k qaldı. Ona 4k'sı getdi. 5x-dən 4x-i getdi. Qaldı bir dənə x-i. 5də 1, 5k, 1k həmişə demirdik. İndi x və 5də 1 x yazsam biraz əziyyət çəkərəm deyə belə yazıram. Bunu bildik. 60 qram şəkər və 20 qram su tökdü və qab yenidən doldu. Demək ki uşaqlar, həmin bu yerə düşən hissə var idi. Ümumi qaba 5x dedim. 5də biri qalıbsa 5də 4'ü getdi. 5x'in də 5də biri x deməkdir. 5də 4'ü 4x deməkdir. İndi bu tökülən 4x ki var idi, yerə tökülmüşdü. Bu səndə mən 80 qram imiş. Çünki 60 şəkər, 20 qram su tökdü. Niyə belə işıltılı oldu bura? Yenidən qaba tökdüm 80 qram, qab doldu. Deməli o boşalan hissə, yerə tökülən hissə 80 qram imiş. X buradan 20 tapıldığı zaman bizim deməli ümumi məhlul 100 imiş. Çox gözəl. Ümumi məhlulu tapdım 100. İndi bu 100-dən nə oldu? 5də biri qaldı. Yəni bizim hal-hazırki məhlulumuz 20-dir. Məhlulumuz 20-dir. Bu nəyi istifadə edəcəm? Maddə bölünsün məhlul. Bu 100%. Bərabərdir. Bizim məhlulumuz hazırda 20-dir. Müəllim 100 deyildimi? Niyə 20 oldu? Çünki 5də biri qaldı. 100-ün 5də biri 20-dir. Əlimizdə 20 qram məhlul var. Bəs nə qədər bunun şəkərdir? 40%. Mənim axı tökülmüşdü 5də biri. Daha doğrusu 5də 4 tökülmüşdü. Nə qədər tökülür, tökülsün. Həmişə 20% şəkərdir. O faiz dəyişmir. 2 dənə qaba töksən, yarısını yerə boşaltsan, nə bilim, yarısını atdın, nə etsən elə, həmişə onun 40% şəkərdir. Hə, təbii ki, ora duz əlavə eləsən, nə bilim, şəkər daha doğrusu, su əlavə eləsən dəyişər, o başqa məsələ. Amma bütöv məhlul tam qarışdırmısan, yerə boşalt, ora tök, nə etsən o eyni qalacaq, dəyişməz. Şəkər və su əlavə etmədiyi müddətcə, yaxud buxarlandırmadığı müddətcə faiz dəyişmir. Yenə də 40% bunun şəkərdir. 20-nin də 40% 8 qramdır, bəli. Deyir ki, indi 60 qram şəkər tökdü. Şəkər deməli həm məxrəcə, həm sürətə gəlir. Çünki maddə həm yuxarıda var, həm aşağıda var. Amma su yalnız məxrəcə, sürətə gəlmir. Çünki məhlul demək, maddə, üstəgəl su deməkdir deyə. Yuxarıda, aşağıda maddə var, amma su yalnız məxrəcdə var. Vurulsun, bu da 100%. 68 bölü 100 vurulsun 100%. Bunlar qədər yerdə qalır 68%. Həqiqətən gözəl sualdır. Özüm yazmışam deyə demirəm. Belə əziz şagirdlər, sualların sonuna gəldi. Ümid edirəm faydalı oldu. Nələrsə öyrəndiniz. Məncə hamısına baxsınız bir xeyli şey öyrənəcəksiniz. Bütün demək olar ki, mövzunu təkrarladıq əvvəldən axıra. Sağ olun, videonu bəyənməyi unutmayın. Sınaqlar qrupu ilə bağlı yuxarıda nömrə var deyə əlaqə saxlaya bilərsiniz. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.